Bu avtomobili çəkəcəyimiz günü səbirsizliklə gözləyirdim. Axtarışlardaydım ki, əlimizə gözəl bir, qəşəng bir rəngdə Qalenvagen düşsün, çəkək. Mən normalda BMW sevirəm. Amma Mercedes modellərinin içində üstündən heç vaxt xətt çəkə bilməyəcəyim bir avtomobil varsa, o da bu Kubikdir. Qalenvagen mənim üçün uşaqlıqdan bəyəndiyim, ən çox bəyəndiyim Mercedes avtomobildir və bu gün sizə bu avtomobili almaq üçün bir sadə səbəb göstərəcəm. Bunda olan bütün mənfilərin üstündən xətt çəkən sadə bir səbəb. Bu mükəmməl qapı bağlanma səsi. Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Ümid ilə birgə Mercedes-Benz G63 AMG incələməsi çəkirik. Mercedes-Benz Qalenvagen modeli xalq arasında G-Wagon, G-Wagen, Gelik olaraq tanınan bir avtomobildir. Mercedes-Benz brendi tərəfindən istehsal olunan 4 çəkər lüks SUV avtomobildir. Təbii ki, bu avtomobil ilk yaradılanda məqsədi lüks olması falan deyildi. Həm mülki, həm də hərbi sahədə geniş tapşırıqları yerinə yetirə biləcək peşəkar yolsuzluq avtomobili kimi hazırlanırdı. Çoxları düşünür ki, G-Class Almaniya ordusunun sifarişi ilə yaradılıb. Amma bu belə deyil. Gelikin hazırlanması da hələ keçən əsrin 70-ci illərin əvvəllərindən başlanılmışdı. Maraqlı məqama toxunsaq, Mercedes-Benz Qalenvagen avtomobilini tək başına yaratmayıb. Bu avtomobili Avstriyanın mühəndislik şirkəti olan Steyr Puch ilə sıx əməkdaşlıqda yaranmışdı. Buna səbəb də maliyyə problemləri və ya vaxt çatışmamazlığı deyildi. 70-ci illərdə yolsuzluq avtomobilinin hazırlanması o dövrdə yalnız məhdud alıcı kütləsi üçün nəzərdə tutulmuş peşəkar alət hesab olunurdu. Mercedes-Benz konserninin prioritet layihələri siyasında deyildi. Buna görə də layihəyə tam ötürücülü avtomobillərin hazırlanmasında böyük təcrübəyə malik Avstriyalı mütəxəssislər cəlb edildi və bütün Qalenvagen avtomobilləri Avstriyanın Graz şəhərində istehsal olunur. Yəni Almaniya yox, Avstriyada. Qalenvagen modelinin istehsalına 1972-ci ildə başlandı. Bundan 2 il sonra ilk hərəkət edən prototip hazır idi. 79-cu ildə isə Qalenvagen seri istehsalına buraxılır. Ümumilikdə bu avtomobilin güya hərbi məqsədlərlə sıfırdan yaradılmasının belə bir şayəsi var ki, İranın 35-ci şahı olan Şah Məhəmməd Rıza Pəhləvi öz ölkəsi üçün Mercedes-Benz brendindən 20.000 ədəd Qalenvagen sifariş edib, deyib ki, mən bu avtomobili öz ölkəm üçün alacağam. Təbii ki, söz verdi, amma sözünü tutmadı. Buna səbəb də ki, 1979-cu ildə İranda baş vermiş dövlət çevrilişi idi. Artıq yeni hakimiyyətə bu avtomobillər maraqlı deyildi. Belə deyək, Qalenvagen hərbi xidmətdən yayına bilmədi. Onu ilk öz ordusuna çağıran Alman ordusu yox, Argentina ordusu oldu 1981-ci ildə. Bu arada Alman ordusu üçün olan buraxılan versiyanı Wolf, qurd olaraq adlandırırdılar. Təbii ki, Almaniya və Argentina ordularından başqa da Fransa ordusunda da istehsal olunub. Amma fransızlar burada biraz fərqli xod elədilər. Öz ölkənin arsenalında belə deyə başqa ölkənin istehsalı olan avtomobil, Almanların istehsalı olan avtomobil onlar üçün biraz özlərinə bunu görmədilər, belə deyək. Ona görə də avtomobili lisenziyalı şəkildə Peugeot P4 olaraq istehsal elədilər və bütün içlikləri, mühərrik daxil Peugeot-ya məxsus idi. Bundan əlavə olaraq da Yugoslaviya və bir sıra Afrika ölkələrində bu avtomobil Mercedes loqosu ilə yox, Steyr Puch emblemi ilə satılırdı. Bu da bir marketinq kodu idi. Qalenvagen Daimler AG tərəfindən 46 illik istehsal tarixinə bir avtomobildir. Təbii ki, bu avtomobili istehsal tarixində geri qoyan bir dənə modeli var. O da Unimog modelidir. İncələməmizdə olan avtomobil 2020-ci il buraxılışıdır və gövdə kodu W463-dür. 14 yanvar 2018-ci ildə Şimali Amerika Beynəlxalq Avto Sərgisində Detroit şəhərində təqdim olundu və bundan əvvəlki olan gövdə kodu da W463 idi. İlk W463-də ən əfsanəvi modellərdən biri G55 AMG idi, 5.5 kompresorla gələn. Sonrasında G65 var idi, V12 mühərrikli və G63. Ümumilikdə birinci nəsil W463-ün 5 modeli olmuşdur. Birinci özü, sonra da 4 dənə restyling görür. Bizim avtomobilimizdə ikinci nəsil W463-dür. Mercedes-Benz gövdə adını dəyişməməsinin səbəbini açıqlamayıb. İkinci W463 ilə birinci W463 arasında 3 dənə ortaq detal var. Fara yuyanlar, arxa ehtiyat təkərin bərkidilməsi və qapı tutacaqları. Bu 3 detal. Qalan isə tamamilə yenilənmişdir. Əvvəlki nəsil ilə müqayisədə yeni W463 eninə 121 mm böyüdü, uzunluğuna 53 mm artdı, yer məsafəsi, yəni clearance isə 6 mm yüksəlib. Enin artması daha yaxşı idarə etmə sabitliyi, yan zərbələrə qarşı daha möhkəm qorunma və oturacaq rahatlığını artırma məqsədi daşıyırdı. Birinci qeylikə baxsaq, o daha tamamilə kubikdir, belə kvadrat hər şey. Bunda isə artıq formalar ovallaşdırılıb. Krasovkalı banditə oxşayır. Çevik və güclü bir banditdir bu. Təbii ki, biz avtomobilimizin indi mühərrikxanasına keçəcəyik. Burada olan mühərriki
siz bizim C63 AMG incələməmizdən tanıyırsınız. Dediyimiz kimi mühərrikxanamıza keçid alsaq, burada 4 litrlik V8 M177 D40AL indeksli benzin mühərrikimizi görürsünüz. Təbii ki, biturbo. Burada əsl AMG mühərriki olduğunu görə bilərsiniz. Bunu bir mühəndis, bir mühərrik sistemi ilə yaradıblar, necə deyərlər. Mercedes-in ən özəl özəlliklərindən biridir. Mən hər Mercedes incələməsini çəkəndə səbirsizliklə gözləyirəm ki, mühərrikxananı açım, buradakı mühəndisin adını görün. Bu da ki, Dominic Stark tərəfindən yığılıb. Bu mühərrik barədə biz ətraflı C63 AMG incələməmizdə sizə məlumat vermişdik. Burada qısa məlumat verəcək olsaq, qəti surətdə stage-i sevmir. Yaxşı stage-dir, pis stage-dir. Heç bir halda eləməyin. Əgər bir Galenwagen-də stage varsa, o maşından uzaq durun deyərəm. Çünki bu mühərrikin ömrü çox betər qısalır stage-dən. Stage 1-də mən 2-dən falan bəhs eləmirəm. Stokda qalaraq stage 1 belə bu mühərrikə ziyandır. Yaxşı təsir etməyəcək. Hazırda 585 at gücü və 850 Nm tork verir. 0-dan 100-ə zavod göstəricilərdə 4.5 saniyəyə sürətlənir bu avtomobil. Bu kubik. Yəni belə bərbad aerodinamikası olan avtomobil üçün mükəmməl göstərici deyə bilərəm. Aerodinamika əmsalı isə 0,55-dir. %54, %55. Bu isə yəni çox yüksək bir rəqəmdir. Mühərrik spesifikasiyamızda bir neçə məlumatlar da əlavə edəcək olsa, mühərrikimizə gələn hava su ilə soyulan interkullerdən keçir, su ilə soyuyur. Necə deyərlər, sərin havanı özünə götürür. Silindr blokunun tozlandırılması və napilenyası nanoslide texnologiyasıdır. Bu Mercedes-in öz texnologiyasıdır. Və ümumi siz bu mühərrikin problemləri barədə dediyimiz kimi C63 videomuza keçid alıb orada ətraflı öyrənə bilərsiniz. Ən başlıca söhbət stage eləməyin. Ümumilikdə bir sıra yerlərdə 100 minə çatmamış yağ nasosunun atqazı ola bilər. Bir sıra istifadəçilər bobin sveçaların qısa ömürlü olmasından şikayət edirlər. Təbii ki, bu hamıda rast gəlinmir, amma ola biləcək problemlərdən biridir. Stage-də bunların ən zəif yanı, ümumilikdə bu mühərrikin ən zəif yanlarından biri şatunlarıdır. Şatunları qırılır, şatunları əyilir. Bizim indiyə kimi gördüyümüz ən güclü, ən yaxşı şatunlar həmişə Audi'də olub. Bunu bütün tuning edənlər hamı da təsdiqləyə bilər ki, dünya təcrübəsində də ən əla şatunlar Audi'də olur. Stokdan söhbət edirik, tuningdə təbii ki. Siz də bu avtomobili məsələn stage 1, stage 2-nin üstünə gətirmək istəsəniz, şatunlar da ümumi mühərrikin içinə girməlisiniz. Girmədən risklidir. Günü-gündən şatunlar əyilir, əyiləndən sonra bir gün blokdan vurub çıxır. Onda yeni blok almalısınız, böyük xərclərə düşürsünüz. Təbii ki, bunların hamısının qarşısını almaq üçün siz əvvəlcədən də tuning olunmuş şatun alıb dəyişikliklər eləyə bilərsiniz ki, ürəyiniz rahat sürə biləsiniz. Amma stok saxlayırsınızsa heç bir problem yaşayası deyilsiniz. W463-2-nin 2024-cü ilin 26 martında restylingi təqdim olundu. Restylingdə olan bütün dəyişikliklərə gələcək. İlk öncə qabağında olanlara gəlsək, bu kamera, ön kamerası buradan gəlir bura düşür. Bu biraz şeydir də, arxada da kamera yeri dəyişib. Dəyişiklik eləmək adına olunmuş dəyişikliklərdə bugün. Sonra ön buferimizdə dəyişiklik olur və mən bu avtomobildə bunu görəndə məyus oldum. Bu normalda qapqara olmalı bir detaldır. Bunu günəş yandırıb, ya nə olubsa bu tamamilə bozarıb. Ön tərəfdə tam davam edir, tamamən bozdu. Mercedes-in bəzi şeyləri yola verməsi mi deyək, bu detalın keyfiyyətsizliyi mi deyək. Amma hər şeyi nəzərə alanda bu avtomobilin başqa heç bir rəqibi yoxdur. Sən Galenwagen istəyirsənsə, bunu da alacaqsan. Sənə bazarda bunun kimi başqa birini təqdim edən yoxdur. Nə X5M, nə X7, yəni bunlar heç bir məsələn Galenwagen rəqib deyil. Galenwagen təkdir və özünü saxlayıb qoruyur. Restylingdə gələn digər dəyişikliklərdən bəhs etsək, yalnız 2024-cü ildə bu avtomobillərdə nəhayət açarsız giriş gəlir. Onu çox səliqəli formada bura inteqrasiya edə biliblər. Sonra səhv eləmirəmsə, yalnız restylingdə siz bu egzoz başlıqlarını sırf qara olaraq sifariş edə bilirsiniz. Bu üst örtüklərimiz biraz daha dəyişdirilir, biraz daha yaxşılaşdırılır belə deyək. Sonra bu arxada gördüyünüz salon havasının çıxarılma yeri, buradakı jabralar. Bu da restylingdə dəyişir. İndiyə kimi olan Dorest modellərdə, yəni W463-ün ikincisində bunlardan səs gəldiyi şikayəti var idi. Sonrasında dəyişdirilir bunlar. Arxa kameramız bizim normalda buradadır. Bu açılır, buradakı krışqa belə açılır, kamera çıxır. O həmişə orada təmiz qalır. Yenə dəyişiklik etmək adına olunmuş dəyişikliklərdən biri bu kamera buradan düşür bura. Yanında bir dənə suvran olur ki, onu təmizləsin, amma məncə burada olması daha səliqəli idi. Həm də ki, daim təmiz qalırdı. Restylingdə gələn bir digər özəlliyimiz də bütün bu kantlardır. Buradakı AMG kantını belə siz tamamilə karbondan sifariş edə bilirsiniz. Hətta bu bufer üzərində gördüyünüz elementləri də karbondan sifariş edə bilirsiniz. Bu avtomobilin arxa görüntü kamerasında çox maraqlı bir görüntü yaranır. Kamera açılanda siz bir bunu görürsünüz, bir də farkopu. Ümumilikdə bu park radarlar sizin işinizə biraz yarayır. Siz
hər bir halda bu avtomobili park eləyəndə əlavə bir bu qədər çıxıntını da nəzərə almalısınız. Yoxsa vurub əzə bilərsiniz. Restylingdə gələn texniki dəyişikliklərə toxunsaq, bu avtomobillərdə 48 voltluq mild hibrid texnologiyasından istifadə olunur. İnteryerdə olan dəyişiklikləri elə salona keçəndə bəhs eləyəcəyik. İndi gəlsək baqaj həcmimizə doğru. Açırıq baqajımızı. 667 litr həcmində baqaj yerimiz var. Arxa oturacaqları yatdıranda isə bu həcm 1941 litr olur. Sizlərə Galenwagen-də olan ən ucuz detalı göstərim. Bu. Görürsünüz ki, hər yerdə burada üzlüyü var, qəşəng, yumşaq, toxunuşda da gözəldir. Burada dəridən istifadə ediblər və bura bir dənə tamamilə plasmas ruşka qoyublar. Bunu da dəri ilə eləsəydiniz, bir balaca üstündə işləsəydilər çox qəşəng olardı. Çünki bu avtomobilin bazar dəyəri bu qədər yüksəkdir və bir sıra şeylər yenə çox sadə qalıb. Galenwagenlərə qapı davutçikləri, prisoska qoyan insanları heç vaxt anlamıram. Amma yeganə bir qapıya qoyardım, o da ki, bu baqaj qapısı. Qapı ağırdır və İstər-istəməz bağlamada çətinlik yarada bilər. Ümumiyyətlə avtomobilin bir balaca podyumda dayandığını düşünsək, istər-istəməz açanda da qapı üstüvə gələcək, bağlayanda çətin olacaq. Amma bura bir dənə davotçik atmaq olar. Ya da ki, biraz möhkəm vuracaqsan bu qapını. Amma bunlara davotçik qoyanı heç vaxt anlamıram. Bu səs dəyişməz olaraq qalır və bu səs mükəmməldir. Bunu heç nəyə dəyişmərəm. Sonra bu Mercedes-in nəyi deyək buna? Bu normalda belə səliqəli açıla bilər də məncə. Basıram, səliqəli ardınca gəlsin. Onu da eləmək olardı. Okey, eləməyiblər. Deyirəm də bütün bu mənfiləri bu avtomobilin sükanın arxasında olanda unudursan. Çünki verdiyi emosiyalar tamamilə buna deyil. İkinci nəsil W463 restylinginin təqdimatından təxminən bir ay sonra 24 aprel 2024-cü ildə tamamilə elektrikli G580 modeli təqdim olundu. Galenwagen elektrikli olmalı deyil. Onu mən Galenwagen olaraq saymıram. Elektrikli G-Class 1 illik müddətdə təxminən 1450 ədəd satılıb. Daxili yanma mühərrikli G-Class isə eyni müddətdə təxminən 9000-9700 ədəd səviyyəsində olub. Elektrikli Galenwagenin az satılmasının bir neçə səbəbi var idi. Bunlardan biri hədsiz ağır olması, digəri yürüyüş məsafəsinin WLTP standartında 473 km kimi bir rəqəmdə olması və Avropada bir sıra alıcılar üçün önəmli olan şey farkopun olmaması idi. Bunun olmamasına görə də satışların düşdüyü bildirilir. Galenwagen biraz oturub düşməyə də narahat avtomobildir. Nə baxımdan? Açsaq, normalda bu tip hündür avtomobillərdə oturmaq üçün burada bir dəstək olur. Sən bu dəstəkdən kömək alıb interyerə rahatca əyləşəsən. Galenwagenin əyləşmə məntiqi necədir? Ümumilikdə hündür avtomobillərə. Sol ayaq bura. Sən artıq burada tutmağa bir şey axtarsan ki, özünü dartasan. Sənin yeganə variantın ruldur. Sükanı tutdun. Dartanda burada istər-istəməz hər hansı dəfədən birində sənin dizin, ayağın bura dəyəcək. Yenə bir sıra avtomobillərdə siz görə bilərsiniz ki, bu hissədə əzilmə var, dərisi yıpranıb. Ona səbəb əyləşəndə sizin dizinizi bura vurmanızdır. Hər dəymədə bura oynayır. Elə bir nüans da olur. Yenə avtomobillərdə görə bilərsiniz, siz yüksək yürüyüşlərdə falan görəcəksiniz ki, burada əzilmə, yıpranma var. Eynilə bu dinamikdə setkası əyilə bilir. Restylingdə olan interyer dəyişikliklərindən biri də əl əyləci burada olan hissədən qalxdı bura yuxarı. Əvvəl, yəni restylingə qədər həmişə buradadsa, klassik Mercedes-ə xas formada aşağıda, bu qalxır gəlir bura yuxarı panelin üstünə. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirsək, uzunluğu 4676, eni 1969, hündürlüyü də 1989 kimi bir rəqəmlərdə. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Klirensi isə 266 mm-dir. Disk təkər parametrlərimizə nəzər salsaq, 295-40-22 ölçüdə təkərlərimiz var. Disklər də ki, 22-li disklər bu avtomobilə tam ideal oturur da. Mükəmməl görüntü. Artıq hamıya aydındır ki, G-Class əbədi klassikaya çevriləcək. Başlanğıcda dar və konkret tələblər üçün yaradılmış utilitar bir nəqliyyat vasitəsi hamı üçün gözlənilmədən əbədi bir avtomobilə çevrildi. Avtomobil tarixində belə ölməzlər cəmi 2 dənədir. Porsche 911 və Jeep Wrangler. Nəsildən nəslə təkmilləşsələr də, yenilənsələr də günün sonunda bir əvvəlki özlərinin kopyasıdırlar. Müasir G-Class da dəridən qabaqdan çıxır ki, klassik babaya oxşasın. Gözəl qapı açılma səsi ilə gəlir interyer bölümümüzə. Gəldik, əyləşdik, qapımızı bağladıq. Heç bir davotçik yoxdur. Şak-şak. İnteryer bölümümüzdə İlk öncə qara Alcantara damımızı görürük. Baş məsafəsindən danışmağa ehtiyac belə yoxdur. Gelikdə rahat əyləşə bilərsiniz. Orta barımıza baxsaq, baxası olmadıq. Yəni,
Bu təxmini bu avtomobilə siz hazırki bazar dəyəri 2020-lərin 200-250 min dollar aralığındadır. Yəni yeniləri artıq 320 min avro civarı. Bu niyə açıqdır? Niyə də bu anlamıram. Bunun açıq olması çox mənasızdır. Bu artıq dəyişiləsi bir şeydir. Amma interior rəngimiz və eksteryer rəngimiz çox ekskluzivdir. Dəri materialımız gözəldir. Amma bəyənmədiyim bir-iki nüans oldu. Hansı ki, sizə onu ön tərəfdə göstərəcəm. Ən çox oturulan oturacaqda özünü anında bir özə verir. Amma bu iç tikişlərdir falan çox gözəl görüntüsü var. Burada arxa sıra klimatımızı görürsünüz. Deflektorlarımız burada yer alıb. Klimatın idarə etmə paneli. Bu alt bölümdə də külqabı və şarj portumuz var. Hər oturacağın arxasında da belə saxlama yerləri. Amma ki, bu oturacaqlar burada bir şeylər düşünmək olardı. Bunu da biraz daha gözəl eləmək, daha keyfiyyətli eləmək olardı məncə Galenwagen. Elə bir ki, bu Gelik üçün deyil. Bu daha çox Çeşka, Yeşka onlar üçün idealdır. Amma Gelikdə biraz daha fərqli, biraz daha enli oturacaq istəmək olar. Ümumi qapı kartımıza nəzər yetirsək, bu üstdə müəyyən qədər, çox yumşaq yox, müəyyən qədər yumşaq materialdan istifadə olunub. Qapı dəstəyimizin içi bu tərzdədir. Dəstəyin özü isə buralar tamamilə dəri. Arxa sıranın qızdırılması var. Ümumi avtomobilimizin audio sistemi də bölmə istərə məxsusdur və bu monitorlar bu belə oynaması biraz Galenwagen təəssüratını biraz pozur. Oynaması daha yaxşıdır və hətta mən məsələn bu monitorlarda o qədər məna görmürəm. Heç bir avtomobildə bu arada. Olmasa məncə daha yaxşı. Təbii ki, indi balaca uşaq üçün baş qatmağa yarayır, amma indi olmaması daha gözəl görünür məncə. Təbii ki, bir sıra adamlar üçün bu daha da lüks göstəricidir, yüksək komplektasiya olduğunu göstərir. Bir mənfisindən bəhs edəcək olsa, bir sıra avtomobillərdə, hətta yüksək yürüşlərdə bunu görə bilərsiniz. Bu bölmə istər dinamiklərin setkası əzilir. O da necə baş verir? Qapını bağlayanda ayağına dəyə bilər və yaxud da ki, sən oturanda bunu dizindən əzə bilərsən. Ön tərəfdə də belə bir şey olur və ümumilikdə bu əzilmə 4 qapının 4-ündə də olunur. Bu rast gəlinən avtomobillər var. Gördüyünüz kimi, burada da qapı panelində qara piano black elementlər göz oxşayır. Burada da əlavə arxa sıra deflektorlarımız var hər tərəfdən və bu arxa oturacağın idarə olunması bel bölümünü biz idarə edə bilirik. Burada bir plastik dəstək var. 250 min dollar və plastik mexaniki dəstək. Elektron etmək olar. Burada elektronik eləyə bilərlər. Yəni bu sadaladığımız bütün mənfilər var. Hər şeyi Mercedes eləyə bilir. Amma bunda etməyiblər. Niyə? Bilinmir. Amma bunların hamısını eləyə bilir. Özü də çox yaxşı şəkildə eləyə bilir. Keçid almışıq hazırda avtomobilimizin sürüş testinə. Görək Gelikdə 4 litrlik M177-nin hissiyatı necədir? Qapı zamakın səsini də eşidirsiniz. Şılçok. Gelikin özəlliklərindən biridir də bu da. Bu komfort rejimdə bu dəqiqə hərəkətdə belədir. Səsi də mühərrikin səsini özünüz eşidirsiniz. Tamamilə komfort rejimdədir. Yanacaq sərfiyyatı nüansına heç toxunmayacağım bu avtomobildə. Hazırda məsələn 42,5 litr göstərir. Təbii ki, bu rəqəm dəyişir, trasda daha da aşağı düşəcək, amma şəhər içində siz stabil olaraq 20-30 litr aralığını görəcəksiniz. Bu stabildir. Restyling zamanı interyerdə dəyişənlərdən bəhs eləsək, ilk olaraq sükanımız dəyişib. Məsələn, bizim CLS 53 incələməmizdə və ya Y53 incələməmizdə gördüyünüz sükan artıq restylingdə buradadır. Daha sonra deflektor içi işıqlar 2024-cü ilə qədər, yəni restylingə qədər olan avtomobillərdə belə sadə gəlib. Bu illərə məxsus avtomobillərdə işıqlı görürsünüzsə, bilin ki, o sonradan quraşdırılma Çin istehsalı olan detallardır, belə deyək. Mercedes sonradan gördü ki, bu gözəl görünür. Deyib, yox, siz bizi ziyana salmısınız. Amma biz bu ideyanı gətirərik sonradan. Restylingdə artıq deflektorlarımızın içi də işıqlı oldu. Bir dənə Galenwagen'da olan mənfi budur. Bunun mexaniki olması. Bunu elektron eləyə bilərdilər əslində. Tamamilə eləyə bilərlər. Çünki Mercedes bunu bacarır, eləyə bildiyi bir şeydir, amma təəssüf ki, bu avtomobildə bu tətbiq olunmuyor. Yəni, bu avtomobilin sükanı arxasında olanda siz avtomatik yola hakim olursunuz. Gelik massivlidir, gelik böyükdür. Yan dayaqlar, aktiv yan dayaqlar da bizi qucaqlayıb saxlayır. O var. Bu avtomobilin özünü aparmasıdır, səsidir, dəhşət. Rasxodniklərinə gəlsək, bizdə bilmirəm, amma tras sürənlərdə və Rusiyada da çox olan problemlərdən biridir bu ön şüşənin çatlaması. Elə adam var ki, o şüşəni 2-3 dəfə dəyişib bir il ərzində. Hər dəfə daş tutur, çatlayır və dəyişməyə məcburdur.
Orijinalın da normal qiyməti var bu arada. Bu avtomobildə əyləşəndə avtomatik olaraq əyləşmə pozisiyası budur. Biraz belə, tam bu. Bir növdə bir mənfi var ki, okey, hər şey burada başa düşürük. 3 diferensiallı sistem. Bu arada 3 diferensiallı sistemdən istifadə edən tək-tük SUV-lərdən, tək-tük avtomobillərdəndir ki, onda 3 dənə diferensialı var deyə. Orta, qabaq və arxa. Bu avtomobildə bütün bunları yerləşdirmək üçün ümumi böyük 9 pilləli sürətlər qutusu, bütün aqreqatları yerləşdirəndə bu orta konsolumuz böyüyür və avtomatik olaraq sürücü üçün məsafə daralır, sürücü və sərnişin üçün. Burada da pedallar görürsünüz ki, bir balaca sağdan soldadılar. Çox cüzi olaraq korpus sola gedir. Ani qazlanmada 8 km-dən 13-ə çox rahat çatırsınız. Lüboy situasiyadan sizi çıxaracaq, çox rahat vəziyyətdə. Dediyimiz kimi, solda qalırsınız, bir balaca sola meyilli olursunuz həmişə. Və bu pedalların belə yerləşməsinə görə bir sıra adamlar ayağını qazdan əyləci atanda səhvən qaza basmış ola bilirlər. Turbo yama yoxdur burada. Bir turbo mükəmməl iş görür. Bu arada BorgWarner-a məxsus turbinalarımız dayanır. BorgWarner B03G olmalıdır buradakı turbinalarımız. Restylingdə gələn digər özəlliyi isə Dorest bütün avtomobillərdə Dam Alcantara, amma bu günlüklər belə parça kimi, dəri kimi üzlükdədir. Tam da dəri deyil, o diamantin kimi bir dəridir. Amma Restdə nəhayətində bunu da tam Alcantara ilə gətirirlər. Yəni Restylingdə əsaslı dəyişiklik interyerdədir. Eksteryerdə çox bir şeyin fərqinə varmır. Amma interyerdə daha yaxşılaşdırmalar var. Və həmin o sükan bir sıra avtomobil sevərlər deyir ki, Gelicə yaraşmır ki, mən düşünürəm mükəmməldir. Amma bu sükan Mercedes-in ən əla sükanlarından biridir. Bu interyeri tam tamamlayır. Məsələn, bax bu ön monitorlar tam ideal yerindədir. Alın şüşəsi tam belə mailli gələndə monitorlar da burada ideal yerini alır. Yəni ki, tam bu avtomobil üçün yaradılıb. Amma məsələn, mənfi olaraq bunun belə oynaması. Mercedes niyə belə eləyib? Niyə üstəsindən gəlməyib, belə deyə yola verib bir sıra şeyləri, bunu bilmirik. Bir digər maraqlı nüansımız da odur ki, siz orta arxa görüntü güzgüsünə baxanda bizim ehtiyat təkərimizi iç tərəfdən görürsünüz. Mercedes oraya içəriyə bir örtük düşünmədiyinə görə siz buradan ehtiyat təkərinizdən baxışırsınız. O diski tamamilə görürsünüz orada. Ümumi biz yavaşdan gətirsək individual, sport plus. Bu arada bir şey dediyim, Geliclərdə restylingə qədər launch kontrolümüz yoxdur. Çox təəssüf. Hər dövrdə sizə, yəni hər peredajda, hər qaza basmada reaksiyası var. Downshift 4. Galinwagen tək olaraq qalır. Siz heç bir brenddə buna rəqib tapa bilməzsiniz. Komplektasiya olaraq avtomobilimizdə masaj özəlliyi də var. Sadəcə masajı biz alışmışıq ki, buradakı düymələrdən aktiv edirik, amma burada elə deyil. Hər şey orta konsoldan, monitordan idarə edirsiniz və bu monitor təəssüf ki, sensor deyil. Bu da sensor ola bilərdi bu arada. Mercedes Galinwagenin adından, sevilməsindən istifadə edərək bir sıra özəlliklərini kəsir, daha az xərclərlə bu avtomobili çıxarır bazara və istədiyi qiyməti müəyyən edib satır. Çünki həmişə alıcısı var. Komplektasiya olaraq dediyimiz kimi ön oturacaqlarda ventilasiya qızdırılma var, arxada isə yalnız bu avtomobildə qızdırılma var. Amma arxada ventilasiya ilə gələn maşınlarda olur. Bundan əlavə sükandan biz modlarımızı dəyişə bilərik. Comfort, Sport, Individual, egzoz valvımızın açılıb bağlanması və digər özəlliklər. Sürətlər qutumuz da dediyimiz kimi 9 pilləli, 9 G-Tronic sürətlər qutumuz var. Hansı ki, burada AMG-nin öz toxunuşları var və bunun sayəsində bu sürətlər qutusu tamamilə başqa cür işləyir. AMG olmayan sadə modellərdə 9 G-Tronicdən sürmüşəm. Onunla bunun arasında yerlə göy qədər fərq var. Tamamilə keçirmələr sürətlidir, düşünmə minimal. Məsələn, indi qazlayacaq, görəcək ki, neçə saniyə sonra reaksiya verir. 1, 2. İkinci saniyədə gedirsiniz. Yəni, bu komfort modda belə sürətlənir. Hə, məsələn, baxın, buradan külək səsini eşidə bilirsiniz, arxa hissədən də külək səsini eşidə bilirsiniz. Bunların hamısı restylingdə artıq azaldılıb. Sən bu görüntünü istəyirsənsə, bunları nəzərə almayacaqsan. Çünki bu görüntü başqa heç yerdə yoxdur.
Yan dayaqlar da aktivdir. Bu arada iki oturacaqda, sərnişin oturacağında da sürücüdə bu dayaqlar aktiv şəkildə döngələrə girən zaman gəlir səni qucaqlayır. Amma bəzən elə döngələr olur ki, o sənin dalınca çatdırmır. Sən artıq dönmüsən, o sonradan yaddan düşür ki, hə, mən sıxmalıydım. Mercedes modellərinin ümumi hər hansı saatı olan bir avtomobil mənim gözümdə çox yüksək bir yerdədir. Bu avtomobildə də mükəmməl IVC brendinin saatı yer alıb, interyeri tamamən tamamlayır. Ümidin ön tərəfində olan saxlama yerimiz məsələn, Gelikin qabaritinə baxanda düşünürsən ki, bu avtomobilin hər bir şeyi geniş, böyükdür. Amma o saxlama yeri də balacadır, müəyyən qədər həcm olaraq kiçik həcmə sahibdir. Və yanacaq çəni də səhv etmiriksə 100 litr həcmində olmalıdır. 95 yazılmasına baxmayın dediyimiz kimi, mütləq şəkildə 98. Əgər bu mühərrikin ömrünü uzun eləmək istəyirsə. Məsələn, bizim avtomobilimiz hazırda 11.000 km yürüşdədir, tam ideal vəziyyətində. Sadəcə Mercedes bir sıra salon elementlərini ucuz dəridənmi edir deyə bilərik. Bir sıra şeylər yola verdiyinə görə ən çox oturulan sürücü oturacağında bir sıra əziklər, qırışlar görə bilərsiniz və 11.000-də bunun olması biraz düşüncələrə salır ki, niyə də? Bir sıra kadrlarda görmüş ola bilərsiniz ki, Galenwagen'in önü tam şaha qalxmış formada hərəkət edir. O modu aktiv eləmək üçün avtomobilinizi individual nastroykalara gətirirsiniz. İndividualda hər şey sport, askı sistemini isə komfortda qoyursunuz. Ondan sonra artıq hərəkət eləyəndə sizin avtomobilinizin ön tərəfi əməlli başlı göyə qalxmış olur. Necə ki biz bunu Range Roverlərdə görmüşük. Çox rahat. Elə bil ki bu belə də olmalıdır. O şəkildə sürətlənən avtomobildir. Və buradakı bu egzoz sistemi tam stokdur. Zavod sistemlə bu belə ideal səs verir sizə. Siz bunu hələ yüngül toxunuşlar eləyərək səsini daha da artıra bilərsiniz. Daha dəhşətlərə gətirə bilərsiniz. Çünki M177 mühərrikin stokda belə çox gözəl səsi var. Tundan sonra isə tamamən başqa olur. Belə deyək də, bu maşında tune eləmək istəyirsə, egzozla nə istəyirsə eləyin, amma motorun içinə, necə deyirlər, beyninə qarışmayın. Ondan sonra hər şey ideal olacaq. Komforta atanda artıq aşağı dövrlərdə çox sakitləşir və bu mühərrikdə C63-də dediyimiz kimi silindirləri söndürmə xüsusiyyəti var. Aşağı naqruzkalarda, aşağı güclərdə belə deyə 4 silindiri söndürür. Həm ekonomluq baxımından daha yaxşıdır, həm də tamamən dəyişir avtomobil. Yəni biz bunun şahidi olduq məsələn. 4 silindiri söndürəndə burada göstərir ki, hə, 4-ü sönüb. Onu bayaq sən ümid sürəndə görünürdü. Onda avtomobilin xarakteri tamamən dəyişir. Aşağı naqruzkalarda sakitlik. Komfort olaraq da askı sistemi necə desəz. Bir əvvəlki Galenwagenlə bu avtomobil çox fərqlidir. Həm komfort baxımından, həm idarə olunma baxımından. Əvvəlki daha mexaniki idisə, belə deyək, siz o avtomobillə mübarizə aparmalısınız da onu tutmaq üçün. Amma burada artıq elektron sistemlər daha da təkmilləşdirilib, ümumi askı sistemi, hər şey tamamilə dəyişdiyinə görə əvvəlki ilə bunu yan-yana qoyanda dəyişikliklər tamamən 180 dərəcə. İdarə etmə baxımından da, komfort baxımından da. Komfort olaraq da nahamar yerlərdə sürdük rahat şəkildə. Avtomobilin klirensində 266 olması yəni sürüşdə də hissiyatını tamamən fərq edir. Siz həmişə yuxarıdasınız. Təbii ki, Galenwagenləri heç kim offroad aparmır. Belə deyək, ilk başda Gelik həm offroad, həm hərbi təyinatlı oldu. İndi isə günümüzdə tamamən bir lüks SUV-yə çevrildi. Və bugünkü gün bunun offroad xüsusiyyətlərinin olmasına baxmayaraq, nəinki Azərbaycanda, heç düşünmürəm, Rusiya və ya digər Avropa ölkələrində də bununla yüngül offroad şəraitinə girərlər, amma ondan artığını heç kim etməz. Halbuki təyinatında o var. Düşünürəm ki, Galenwagen incələməmizi bu yerdə sonlandıra bilərik. Ümid edirəm incəlmə videonuz xoşunuza gəldi. Kanala abunə olmağı və Daily Carsaz Instagram səhifəsini izləməyi unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Sağ olun, salamat qalın.